Əziz yüksələn əkizlər, 2026-cı ilin iyun ayı şərhinə xoş gəldiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni siz də yüksələn əkizlərsinizsə, deməli tam olaraq doğru yerdəsiniz. Əziz yüksələn əkizlər, 21 iyuna qədər Günəş əkizlər bürcündə olacaq. Yəni birbaşa sizin yüksələninizdə, birinci evinizdə. Bu çox gözəl bir keçiddir. Günəş yüksələndən keçəndə insan tamam bir başqa enerji ilə dolur. Özünə inam artır. İnsan nə istədiyini daha yaxşı bilir. Bu dövrdə xarici görünüşünüz, davranışlarınız, gündəlik həyatda danışıq tərziniz, özünüzü ifadə etməyiniz çox diqqət çəkəcək. Tam mənası ilə diqqət mərkəzində olacağınız bir dövr başlayır. Yüksələndə keçən Günəş münasibət mövzularını da aktivləşdirə bilər. Yəni flörtlər və tanışlıqlar da ola bilər. Bundan əlavə yeni başlanğıclar üçün də motivasiya hiss edəcəksiniz. Amma kiçik bir xəbərdarlıq. Günəş yüksələndən keçərkən xroniki sağlamlıq problemlərinə biraz diqqət etmək lazımdır. Bu keçid həm də insanı xarici görünüşündə dəyişiklik etmək istəyi ilə doldura bilər. Saç, stil və ya ümumi görünüşlə bağlı dəyişikliklər edə bilərsiniz. 21 iyundan sonra Günəş Xərçəng bürcünə keçir və idarəçi planetiniz Merkuri də ona qoşulur. Yəni 21 iyundan etibarən həm Günəş, həm Merkuri sizin ikinci evinizdə olacaq. Pul və karyer evinizdə. Diqqətiniz tamamilə maliyyə mövzularına yönələcək. Davamlı hesab kitabla məşğul ola bilərsiniz. Pulu necə çatdırım, hansı xərci hara yönləndirəcəm, kimdən alacağım var, hara ödəm etməliyəm kimi düşüncələr ön plana çıxacaq. Merkuri burada yaxşı işləyir. Gözlədiyiniz ödənişləri almaq və maliyyə məsələlərini həll etmək baxımından dəstək var. Bəziləriniz maşın, ev və ya tətil planları qura bilər. Amma burada diqqət edilməli bir məqam var. 29 iyundan etibarən Merkuri retrosu başlayır və 24 iyula qədər davam edəcək. Əgər ev alqı-satqısı, müqavilə, imza tələb edən işlər, toy və ya nikah məsələləri varsa, onları mümkün qədər 25 iyuna qədər həll etməyə çalışın. İndi gələk ayın dolunayına. 30 iyunda Oğlaq bürcündə dolunay baş verəcək. Oğlaq sizin xəritənizdə 8-ci evdir. 8-ci evin ilk mövzusu puldur. Bu dolunay maliyyə vəziyyətinizi dəqiqləşdirəcək. Hər kəsin maliyyə gündəmi fərqlidir. Amma bu dolunayla birlikdə maliyyə mövzularında bir çox şey aydınlaşa bilər. Bəziləriniz üçün bu kredit kartı, borclar və ya ortaq maliyyə məsələləri ilə bağlı ola bilər. 8-ci ev həm də ortaq pulları göstərir. Yəni həyat yoldaşı, ailə və ya iş ortaqları ilə bağlı maliyyə mövzuları ön plana çıxa bilər. Miras, aliment, hüquqi maliyyə mövzuları da gündəmə gələ bilər. 8-ci ev eyni zamanda sağlamlıq evidir. Buna görə də dolunay zamanı özünüzü biraz sıxılmış hiss edə bilərsiniz. 8-ci ev eyni zamanda sağlamlıq evidir. Buna görə də dolunay zamanı özünüzü biraz sıxılmış hiss edə bilərsiniz. Zehniniz çox dolu ola bilər. Özünüzü daxildən yoran düşüncələr arta bilər. Buna görə də bu dövrdə özünüzü rahatlaşdıracaq şeylər etməyə çalışın. Məsələn, meditasiya, enerji çalışmaları, psixoloji dəstək, mənəvi mövzular sizə çox yaxşı gələ bilər. Çünki 8-ci ev dərin və gizli duyğular deməkdir. Dolunay zamanı bu mövzular daha da aktivləşə bilir. Yupiter iyul ayında Şir bürcünə keçir və sizin 3-cü evinizə daxil olur. Bu isə bir il boyunca ünsiyyət, təhsil, qısa səyahətlər, yaxın çevrə, ticari fəaliyyətlər mövzularında şans və fürsətlər demək. Məndən bu ay üçün bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.